Oyun çempionluğu oynayan komandalar arasındaydı. Əsas məqsədimiz Arazla, Backfire-la xal fərqini çoxaltmamaq üçün idi. Bunu da bacardıq. Düzdür, çətin oldu. Belə rəqibə qarşı həm 4-4-ə, həm 5-4-ə oynamaq doğrudan da çox çətindir. Yəni əlimizdən gələni elədik. Fikrimcə yaxşı oynadıq. Ona görə də nəticəyə nail olduq. Səhv belə deyək də, yəni futsal elədir ki, səhvsiz mümkün deyil. Amma səhvlərimiz çox oldu. Əlbəttə, buraxdığımız 5-4-ə buraxdığımız qollarda çox böyük futsal dili ilə deyəndə kobud səhvlər elədik. Bunu da məncə məşqçimiz gördü. Bunun üstündə işləyib aradan qaldıracağıq. Yəni məqsədimiz o idi ki, çempionluq yarışında davam eləyək. Çünki bu oyun elə oyun idi ki, xal itirsəydik, çempionluğa şansımız qalmırdı. Artıq çempionluqda Neftçinin də adını yazdırdıq. Neftçi onsuz da çempionat başlayandan bilinirdi ki, heyətindən görsənir ki, çempionluğu oynayır. Və əlimizdən gələni eləyəcəyik ki, Neftçinin adını çempionluğa ən azından Çempionlar Liqasında təmsil eləyək.